Ramov APA TV. Bəli, əziz tamaşaçılar, ünsiyyət zamanı nədən narahat olursunuz? Belə bir mövzunu müzakirə edirik və studiyamızın qonağı var. Qonağımız psixoloq Aygün Cəfərovadır. Xoş gəlmisiniz Aygün xanım. Çox sağ olun. Necəsiz? Şükür, yaxşılıqdır, yaxşı. Aygün xanım, bugün biz ümumiyyətlə elə bir mövzuya toxunmuşuq ki, bu həm gündəlik həyatımızda çox rast gəlirik. Bir neçə insanla demək olar ki, ünsiyyətdə oluruq. İndi hərənin öz işi ilə bağlı ola bilər ki, daha çox ola bilər. Və bəzən elə bir məqamlar olur ki, onlar bizə qıcıqlandırıcı gələ bilər, xoş gəlməyə bilər. Məsələn, bunlardan biri biz elə variantlar arasında qoymuşuq ki, məsələn, göz baxışı ola bilər və yaxud danışan yerdə toxunuş ola bilər ki, o xoşa gəlməyən bir şeydir və yaxud telefonla, yəni telefona baxmağı, bir müsahibin tez-tez telefona baxmağı, bu da bəzi insanları qıcıqlandıran məsələlərdəndir. Ümumiyyətlə, insan niyə söhbət etdiyi adamı başdan ayağa süzür və yaxud başqa bir şeylərə fikri yayınır? Bu nəyin əlaməti ola bilər? Ümumiyyətlə, ilk öncə aydınlaşdıraq ki, sağlam ünsiyyətin tələbləri nədir ki, insanlar bir-birlərinin arasında daha sağlam və effektiv, yararlı bir ünsiyyət saxlaya bilsinlər. Burada danışarkən, ünsiyyətdə olarkən bir insanla göz kontaktı qurma, dinləmə bacarığı, empati bacarığı, sağlam nitq, düzgün nitq və eyni zamanda da sərhədləri qoyma bacarığı ünsiyyət zamanı. Burada artıq eyni dediyim kimi sağlam formatda özünü ifadə etmə bacarığı da çox önəmlidir. Dediyiniz əsaslara əsaslanaraq deyə bilərik ki, misal üçün, həddindən artıq göz kontaktı qurmaq, telefona baxmaq, digər bir şeydə vurğulamaq. Əl toxunuşu. Toxunuş. Bunlar artıq qarşı tərəfin sərhəddini tapdalamaq deməkdir. Çünki toxunuş artıq, yəni bu sənin şəxsi ərazinə daxil oluram, səndən icazəsiz siqnalını ötürür qarşı tərəfə. Və şuuraltı olaraq biz narahat oluruq. Axı, mən sənə o icazəni verməmişəm, sən mənim şəxsi ərazimə daxil olsan və mənə toxunasan. Bəs bundan dolayı insanlar toxunuş olarkən yəni digər insandan narahatçılıq keçirdirlər. Çünki mən icazəni verməmişəm. Əgər insan, baxın, icazə verdiyiniz insan toxunarkən o narahatçılığı keçirtmir insan. İstər göz kontaktı olsun, məsələn, uzun müddətli bir insana baxırsansa, bu da artıq digər insanı narahat edir. Bəli, məsələn, ünsiyyət qurmadan digər bir şəxsin bir insana baxmağı, ünsiyyət qurmağı, ünsiyyət qurmur da, yəni sadəcə süzür və gözünə zillənir. Bu nədir? Bunun əlaməti nədir? Nə demək istəyir ümumiyyətlə o adam? Əslində, bu davranışı dəyərləndirsək, bu qeyri-etik bir davranışdır. 3-5 saniyədən artıq hər bir insan, ünsiyyətdə olduğun insana baxmaq qeyri-etikdir. Yəni, bu artıq keçir, necə deyim, biz ünsiyyətdə olarkən, ünsiyyətdə olduğumuz insanlara görə ərazilərimiz var. Misal üçün, 5 metrlik, 3 metrlik, ya yanımızda olan insanlar var da, özümüzə yaxın hiss etdiyimiz insanlara icazə veririk ki, tam yaxınımıza dura bilsin. İş mühitində tam yaxınımızda bir insan durmağı artıq qeyri-etikdir. Çünki bu artıq sənin şəxsi ərazinə daxil olur. Var iş münasibətlərində, misal üçün, ünsiyyətdə olduğun insan sənin yanında olsun, ya ərazi olaraq. Baxış eyni qaydada, yəni istər iş mühiti olsun, istər ailə münasibətləri olsun, istər cütlük münasibətləri olsun. Yəni, biz insana 3-5 saniyədən artıq baxmaq, süzmək dediyiniz kimi, bu qeyri-etik davranışdır. Yəni, bilmirəm, efir üçün nə qədər uyğun olmaz. Yəni, bu əslində intim zonaya keçir. Yəni, bəli, sırf bu saniyədən artıq baxmaq, qarşı tərəfə başqa hisslərlə baxırsan, informasiyasını ötürür. Yaxın məsafədən ünsiyyət qurmaq, bu da şəxsi sərhədi pozmaq deməkdir. Bəli, yəni. Ümumiyyətlə, şəxsi sərhədi pozmaq, şəxsi sərhəd nədir? İstəyərdim bu barədə də ətraflı danışaq və sağlam ünsiyyətin kökündə nələr durur? Biz əvvəllər bir neçə il bunu, mən düşünürəm ki, son zamanlar insanların fikirlərində bir pərakəndəlik yaranıb, bir yerə fokuslana bilmirlər. Bu, mənim özümdə də olur. Ola bilər, gərgin iş rejimindən ola bilər və yaxud yuxusuzluqdan ola bilər. Amma əvvəllər, yəni, insanlar daha az ünsiyyət qururdular. Yəni, daha az kontaktda olurdular və sağlam ünsiyyət qururdular. Amma indi fərqlidir. İnsanlar tez-tez ünsiyyət qurur, telefon vasitəsilə qurur təbii ki. Yəni, baxır da, yəni necə. Amma baxırsan ki, ünsiyyət formaları dəyişib. İstəyərdim bu barədə danışaq.
Baxın, bizim beynimizə ümumiyyətlə 5 duyu orqanımız var ki, oradan informasiya keçir. Qulaqlarımızla, burnumuzla, gözümüzlə, ağız hissəmizlə və toxunuşla. Bu 5 orqandan bizim beynimizə informasiya ötürülür. Və düşünün ki, biz 24 saat ərzində baxdığımız, yəni sosial şəbəkələrdən, gördüyümüz hadisələrdən, ətrafdan informasiyanı alırıq. Burnumuz bir fərqli qoxular alır, informasiyanı alırıq. Yemək yeyirik ya. Yemək yeyərkən, hər yemək yeyərkən aldığımız daddan hər dəfə bir impuls ötürülür beynimizə. Və bu informasiyanın çoxluğu və biz insanların aldığımız informasiya yükünün çox olmağına baxmayaraq, biz axı özümüzə harda, necə özümüzə zaman ayırıb beynimiz üçün daha faydalı bir vaxt keçirdik ki, beynimiz bizə daha yaxşı geri dönüş etsin ki, yəni deyirik, bugün şikayət edirik ki, fikrimizi bir nöqtəyə cəmləyə bilmirik. O qədər xaotikdir ki, düşüncələrimiz beynimizin içi. Biz bilmirik nə işi harda, necə görürük. Çox adamlar bu fikri. Bu ondan dolayı irəli gəlir ki, hal-hazırda elə bir cəmiyyətdə, devirdə yaşayırıq ki, informasiya maksimumdur. Və biz insanlar beynimizin rahatlaşması üçün, informasiyaların sadələşdirilib, daha rahat formada ifadə edə bilməyimiz üçün heç nə etmirik. Bəli. Və bundan dolayı aldığımız informasiyalar qarışır və biz artıq diqqət defisiti yaşayırıq, sonra əlavə psixoloji narahatçılıqlar yaşayırıq, fikrimizi ifadə edə bilmirik və bunlar bir kənara ünsiyyət problemləri yaranır insanlar arasında. İnsanlar o qədər xaotik vəziyyətdə olurlar ki, fikirlərini bir-birlərinə sağlam formatda, aydın formatda izah edə bilmirlər. Və nə yaranır? Başlayır münasibətlərdə problem yaranmağa, istər iş münasibətlər, istər ailə daxili münasibətlər, istər valideyn, uşaq, yəni bütün münasibətlərdə başlayır artıq problemlər yaranır. Deməli, şəbəkələrin ümumiyyətlə bizə təsiri böyükdür də. Ola bilər ki, orada məsələn etik, qeyri-etik kodekslər var ki, biz hər gün izləyirik və düşünürük ki, bu adi, normal bir yəni hadisədir. Yəni amma baxırsan ki, bunun arxasında nələr dayanır? Yəni sonuçda sən onu, biz indi övladlarımıza onu aşılamalıyıq ki, çünki yəni biz nəsə öyrənmişik, keçmişik kimdənsə. O dəyərləri, o yəni oturuş, duruş, etik kodekslərdəki etika kodeksləri, onları bilirik. Amma uşaqlar və gənclər arasında baxırsan ki, bunlar qalıb. Yəni nəyə görə? Formalaşır, əslində sosial şəbəkədə gördüklərini etmək istəyirlər. Elə bilirlər ki, bunlar düzdür. Və bunların qarşısını almaq üçün hansı tədbirlər görülə bilər? Nələr, hansı məsələn maarifləndirici bir təlimlər mi deyim? Yəni, ümumiyyətlə belə bir şeylər təşkil olunurmu uşaqlar üçün və yaxud gənclər üçün? Belə bir şey deyim sizə, gəlin xırda bir misal üzərinə izah edim. Nəyisə öyrənərkən, ümumiyyətlə məktəb vaxtı, şeir əzbərləyərkən neyinirik? Təkrar-təkrar öyrənirik ki, təkrar-təkrar oxuyuruq, eşidirik, səsli oxuyuruq, səssiz oxuyuruq, eşidirik və bunu biz əzbərləyirik. Yaddaşımıza həkk olunsun. İndi düşünün, sosial şəbəkədə biz daimi ötürülən informasiyalar var. Və təkrar-təkrar, istər gənc nəsil, istər orta nəsil, istər yaşlı nəsil, təkrar-təkrar həmin informasiyalara məruz qalır. Bəli. İstədin, istəmədin, sən onu oxuyursan. Məruz qalırsa, bəli. Beynimiz, beynin funksiyası ondan ibarətdir. Beynin duyğusu yoxdur. O sadəcə olaraq ötürülən informasiyanı mənimsəyir, sonra davranış və duyğularımızda özünü göstərir. Bu, o zaman bizə təsir etməyə bilər ki, biz o qədər nə etdiyimizin və o informasiyanın əslində bizə nəyi ötürdüyünün fərqində olmalıyıq və öz süzgəncimizdən keçirdib özümüzə uyğun formatda təqdim etməliyik. Əgər bu gördüyüm, oxuduğum informasiya mənim üçün faydalıdırsa, yararlıdırsa, mən onu mənimsəyirəm, özümküləşdirib istifadə edirəm davranışında. Yox, əslində mən bilirəm bu informasiyanı mənə nəyi ötürmək istəyirlər, onu mənimsəmirəm, sadəcə olaraq atıram kənara. Burada bir sual var, izləyicilərimizdən gəlib. Hər kəs toxunuşa eyni reaksiya vermir, belə bir izləyicimiz yazıb. Və telefonla məşğul olmaq niyə qarşı tərəfdə hörmətsizlik hissi yaratsın ki, deyir? Toxunuş ona görə hər bir insanda eyni. Çünki bəzi insanlar var ki, taktil sevən, toxunuşu sevən insanlardır. Kimliyindən asılı olmayaraq o insan xoşlayır ki, ona toxunulsun. Ünsiyyət zamanı o özünü daha rahat hiss edir. İnsanlar var ki... Bəzən insanlar səmimiyyəti onunla düşünürlər ki, bu səmimidir məndən, ona görə toxunur. Çünki hər bir insanın, deyim ki, sevgi dili deyirik də biz buna. Bir insan var ki, deyir ki, əgər mən bir insana toxunanda ona, məsəl üçün, sevgimi bildirirəm. Bir insan var ki, deyir, mən ona xoş sözlər deyəndə düşünürəm ki, o mənim ona qarşı sevgimi hiss edir, hörmətimi sevgi eləyər. Amma qarşıdakı insanın danışıq dili, ünsiyyət dili, sevgi dili budurmu?
Bunu insanlar yəni təyin etməlidir. Qarşıdakı insanın tanımalıdır da. dili odursa, sən o addımı ataraq düzgün. Yox, bilmirsənsə ki, qarşındakı insanın ünsiyyət dili, sevgi dili, informasiyanı alma dili nədir? Onu bilmirsənsə, sən artıq onun sərhədinə toxunmuş olursan. Yəni ona görə mütləqdir. Qarşımızdakı insanın dəyərlərini bilib, onun əsasında biz sağlam ünsiyyət qura bilərik. Yox, ola bilər ki, bilmirik, bu addımı atdıq. Təbii ki, qarşıdakı insan sərhədlərini qoymağı bacaran biridirsə ki, mən sevmirəm, mənə ünsiyyətdə olarkən toxunasan. Yəni, mən sənə bu icazəni verməmişəm axı. Deyirsən, sadəcə olaraq, burada heç kim təhqir olunmadı, heç kim incidilmədi. Sadəcə olaraq sərhədini bildirdin ki, mənimlə belə ünsiyyət qurma. Ümumiyyətlə, burada telefonla məşğul olmağı dedim. Qarşı tərəfdə bu hörmətsizlik hissi yaradırmı? Ümumiyyətlə, telefon asılılığı ünsiyyət keyfiyyətini azaldır. Belə deyim, sağlam ünsiyyətdə, dediyim kimi, göz kontaktı, bədən dili, ünsiyyət, səs tonumuz belə daha effektli, yaxşı ünsiyyət aparıb çıxardır. Biz əgər telefonla oynayırıqsa və yaxud da başqa bir iş görürüksə, qarşı tərəfə o informasiyanı ötürür ki, sən mənim üçün o qədər dəyərli deyilsən, sənin danışdığın o qədər mənim üçün önəmli deyil və yaxud da sən mənim üçün dəyərlisən, önəmlisən, amma bu dəqiqə sənə vaxt ayıra bilmirəm. Və bunu birbaşa demir ki, biz nəyə görə deyirik ki, ünsiyyətdə olarkən bədən dili, davranış önəmlidir. Çünki bizim danışıqlarımızdan çox bədən dilimiz daha çox düzgün informasiya ötürür qarşı tərəfə. Çünki insan təkamül keçərkən nə edib, yəni ünsiyyətlə bir-birini anlamayıb ki, biz bədən dilindən, hərəkətlərimizlə, səslərlə... Bəzən bədən dili aldadıcı olur, razılaşırsınız mənimlə. Ona görə bir hərəkətə görə insan haqqında konkret fikir söyləmək düzgün deyil. Bir neçə əsaslara, faktlara əsaslanaraq deyə bilərik ki, hə, bu durumu belə analiz edə bilərik. Yoxsa bir insanla ünsiyyətdə olarkən hər hansı bir hərəkətinə görə sadəcə olaraq onu istisna olaraq da dəyərləndirilə bilər və yaxud da ki, ümumiləşdirmək, yəni burada düzgün dəyərləndirmək çox önəmlidir. Heç bir zaman, hətta belə ünsiyyətin belə bir qaydası var ki, insanlar bir-birləri ilə ünsiyyətdə olarkən və yaxud da fikir ötürərkən ümumiləşdirirlər, etiketləyirlər ki, sən beləsən, sən belə bir insansan. Bu da çox yanlış ünsiyyətdə, yanlış bir formata gətirib çıxardır. Bəzən insanlar göz kontaktı qurmaqdan çəkinirlər. Bu onunla əlaqəli ola bilər ki, o insanın xarakteri ilə də bağlı ola bilər, utancaqlığı ilə bağlı ola bilər və yaxud orada deyirlər ki, bəzən belə bir mütəxəssislər deyir ki, ümumiyyətlə göz kontaktı qurmayan adamlar özünə əmin deyirlər. Bu əsasən iş prosesində olur, yeni işə qəbul olanda. Amma bəzi insanlarda olur ki, bu onunla ümumiyyətlə əlaqəsi yoxdur. İnsan utanan insandır və yaxud çox uzun müddət göz kontaktı qurmaqdan çəkinir və ya kompleksi var. Bunu necə əsaslandırmaq olar ki, bu insanlar necə xarakterli insan, xarakterinə görəmi və yaxud hansı xüsusiyyətinə görə biz bunu izah eləyə bilərik ki, niyə mən uzun müddət göz kontaktı qura bilmirəm? Və sonradan insanlara fərqli düşüncə, maarifləndirici videolara baxandan sonra deyirlər ki, burada bir şey yox imiş əslində. Bunu istəyərdim biraz açıqlayasınız. Həm gənclərimiz üçün yəqin ki, elə insanlar var ki, bu əslində onlar üçün problemdir. Məsələn, mənim üçün uzun müddət problem olub. Mən göz kontaktı qurmamışam. Belə bir sual, bu tip insanlar sizcə anadan beləmi doğulublar, dünyaya beləmi gəlirlər? Bu dediyimiz xüsusiyyətlər zamanla formalaşır insanlarda və zamanla da dəyişə bilir. Çünki mən bunu dəfələrlə görmüşəm ki, ümumiyyətlə göz kontaktı 2 saniyə, 3 saniyə belə göz kontaktı qura bilməyən insan zamanla çox rahat, sərbəst göz kontaktına keçə bilir. Niyə, nə baş verdi? Çünki buradakı o düşüncə qəliblərində dəyişikliklər baş verdi deyə insan artıq göz kontaktının təhlükəli olmadığını anlayandan sonra rahatçılıqla göz kontaktı qura bilir. Bu, hər bir insanda fərqli səbəblər ola bilər. Amma bu zamanla gəldiyi həyat yolunda aldığı bir yaşantıların nəticəsində əmələ gəlir. İnsan ola bilər ki, maksimum özgüvənlidir, amma göz kontaktı qura bilmir, qurmaq istəmir. Çünki o zaman özünü təhlükədə hiss edir, güvənsiz hiss edir, kontrol edə biləcəyini düşünür. Fərqli düşüncələr olur. Yəni, bir dənə düşüncə üzərindən gedə bilmərik də, yəni burada o... Deyirsiniz ki, illərin təcrübəsi lazımdır, amma bəzən biz yaşantılar, bəzən biz böyüklərimizdən, yəni böyüyə-böyüyə tərbiyə alalım, eşitmişik ki, məsələn, yolda gedəndə
o deyir, baş aşağı get, baş aşağı gəl. Yəni bu cür bizi böyüdüblər deyə biz hər zaman düşünmüşük ki, mən başımı qaldırmayım və yaxud kimsə çağıranda mən çevrilib baxmayım. Ümumiyyətlə var da ki, xanımları çağıranda belə bizdə olub ki, siqnal verəndə belə biz baxmamışıq. Yəni bu əslində ailələrdən gələn, böyüklərimizdən gələn bir sözlər olub, hansılar ki biz onlara əməl eləmişik və biz utanmışıq bu göz kontaktı və yaxud kimsə bizi danışdıranda çox onun gözünə baxmağa. Belə şeyləri ümumiyyətlə bizə deməyiblər. Sonradan formalaşdıqca, yəni işlədikcə, bəli, yəni işlədikcə biz bunu formalaşdırmışıq, özümüzdə təkmilləşdirmişik və əsasən də görmüşük ki, bəzi şeylər var idi ki, əslində o qədər problemə çevirmək lazım deyilmiş onları. Elə mən istəyərdim ki, bizim vaxtımıza az qalıb, redaktorumuz deyir, effektiv ünsiyyət üçün ən vacib qaydalar hansılardır? Qısa olaraq bunu deyək. Bir də bugün insanlar əvvəlkilərlə müqayisədə daha zəif ünsiyyət qururlarmı? Bunun nəticəsi nədir? Nədən qaynaqlanır? Siz əslində vurğuladınız bunu sosial şəbəkələrlə bağlı və istəyərdim ki, elə bir-iki cümlə ilə də insanlara bir maarifləndirici mi deyək, məsləhətlər verəsiniz. Ümumiyyətlə, sağlam ünsiyyət qura bilmək və faydalı ünsiyyət saxlaya bilmək üçün ilk öncə ən önəmli dinləmə bacarığıdır. Bütün münasibətlərdə mən bunu illərlə də ki, müşahidə edirəm ki, dinləmə bacarığı çox zəifdir. Əgər insanlar ünsiyyətdəykən bir-birlərini həqiqətən dinləyə bilirlərsə, onun dinləyərkən empatiya hissimiz işə düşə bilirsə və mən onun nə hiss etdiyini başa düşürəmsə və onu günahlandırmıramsa o hiss etdiyi duyğuya görə, bu zaman biz artıq hər hansı bir nöqtəyə gələ bilərik ünsiyyət zamanı. Bütün problemlər, bütün münaqişələr, illərdir, əsrlərdir bu nəticəyə gəlmişik. Sağlam ünsiyyətlə, düzgün ünsiyyətlə nəticə ala bilir, düzgün nəticə ala bilir. Baxarsınız, ailələrdə konfliktlər nə zaman baş verir? İnsanlar bir-birlərini dinləmir. Məsələn, gərgin olarkən, əsəbi olarkən, əgər görürsünüzsə ki, kontrolu itirirsiniz, sağlam ünsiyyət qura bilmirsiniz, yəni həmin dəqiqə mütləq deyil ki, bir müddət, bir neçə dəqiqə yetər ki, sən duyğularını sakitləşdirib, kontrol edib daha sağlam ünsiyyətə keçə bilərsən. Yəni, çox önəmlidir ki, insanlar bir-birlərini dinləsinlər və günahlandırmasınlar. Çox qəribə bir şeydir ki, ünsiyyətdə insanlar sanki özləri qalib gəlməyə çalışırlar bir-birlərindən. Mən dediyim düzdür, mən dediyim səhvdir. Ehtiyac yoxdur. Biz insanların o qədər daxilimizdə özümüzlə konfliktimiz var ki, İnsiyyətdə olarkən çalışırlar ki, sübut etməyə nəyisə ki, mən düzəm. O ola bilər ki, kaprizli insanlar da ola bilər və yaxud da hələ böyüməmiş insanlar, uşaq ruhlu insanlar da var ki, bəli, tez inciyənlər olur. Çox təşəkkür edirik sizə, Aygün xanım, ətraflı danışdınız. Mən də çalışdım ki, bütün sualları sizə verim və ətraflı bu barədə bizə məlumat verəsiniz. Çox təşəkkür edirik gəldiyinizə görə. Xatırladım ki, hörmətli tamaşaçılar, studiyamızın qonağı psixoloq Aygün Cəfərova idi. Biz də bugünlük sizdən ayrılırıq. Həm mövzumuzla bağlı danışdıq, həm də ölkə